Min illiklər boyu xalqımızın milli bayram kimi qeyd etdiyi Novruz bayramı artıq yaxınlaşır. Bildiyiniz kimi, Novruz bayramından 4 həftə əvvəldən su, ot, torpaq və yel çərşənbələri qeyd edilir. Çərşənbələr təbiətin oyanma mərhələlərini və həyatın yenilənməsini simvolizə edir. Təsadüfi deyil ki, bu çərşənbələrdən su çərşənbəsi birinci qeyd edilir. Qədim mifologiyada həyatın yaranması su ilə bağlanırdı. Torpaq da, ot da, hava da susuz mövcud ola bilməz. Əvvəl su dirilir, sonra od istilik verir, torpaq canlanır, sonda hava hərəkətə gətirir. Su həyatın başlanğıcıdır. Xalq arasında su durulmadan torpaq oyanmaz deyilir. Su çərşənbəsində axar suların təmizləndiyinə, köhnə ilin ağırlığını apardığına inanılırdı. İnsanlar su üstündən atlanır, üz gözünü axar suda yuyar, ağırlığım, uğurluğum suya deyərdi. Yəni su həm fiziki, həm mənəvi təmizlənmə rəmzidir. İndi bu çərşənbə təkcə folklor yox, ekoloji mesaj daşıyır. Hazırda su çərşənbəsi belə yozulur. Su müqəddəs nemətdir, israf olunmamalıdır. Su ehtiyatları sonsuz deyil. İqlim dəyişmələri fonunda suya münasibət dəyişməlidir. Xüsusən Azərbaycanda çay axınlarının azalması, yeraltı suların tükənməsi, suvarmada itkilər, içməli su keyfiyyətinin pisləşməsi kimi problemləri su çərşənbəsində bir daha su istifadəçilərinə xatırlatmaq istəyirik. Su çərşənbəsinin müasir mesajı: suyu boş yerə axıtma, çirkləndirmə, su mənbələrini qoru, gələcək nəsli düşün. Yəni qədim inanc bugün davamlı su idarəçiliyi fəlsəfəsinə çevrilir. Bu mövzu indi artıq təkcə bayram folklor yox, su təhlükəsizliyi və gündəlik həyat məsələsidir. Su ehtiyatlarının qorunması təkcə ekoloji məsələ deyil, sağlamlıq, ərzaq təhlükəsizliyi və sosial sabitlik məsələsidir. Su çərşənbəsi bizə xatırladır ki, həyat su ilə başlayır və onu qorumaq hər birimizin borcudur. Gəlin evlatlarımızın sabah içəcəyi suyu bugün israf etməyək. Çərşənbəniz mübarək.